Hər kəsə salam. Hər bir şirkətin uğurunun sirri düzgün insanları tapmaqdadır, elə deyilmi? Bəs biz o düzgün insanı tapdığımıza necə əmin ola bilərik? Bax, bugünkü söhbətimizdə məhz bu suala cavab axtaran çox güclü bir aləti, qiymətləndirmə mərkəzlərini araşdıracağıq. Gəlin görək, bu mərkəzlər istedadların seçimini və inkişafını əslində necə dəyişir? Hər şey əslində bütün təşkilatların gec-tez qarşılaşdığı o fundamental məsələ ilə başlayır, saysız-hesabsız namizədlər arasından ən yaxşısını seçmək problemi. Gəlin bir anlıq özümüzü işə götürənin yerinə qoyaq. Əlimizdə CV-lər var, müsahibələr aparırıq. Amma bunlar sadəcə namizədin kağız üzərində yaratdığı təəssüratdır. Bəs onun real iş mühitində, stres altında necə davranacağını, komandaya necə uyğunlaşacağını həqiqətən bilə bilirikmi? Çox vaxt bu sadəcə bir təxmin olur. Yaxşı, bəs belə bir yol olsa necə? Namizədin dediklərini sadəcə dinləmək yox, onu real işə bənzər bir vəziyyətdə izləmək. Onların problemləri necə həll etdiyini, necə ünsiyyət qurduğunu canlı-canlı görmək. Bax, əsl fərqi yaradan yanaşma məhz budur. Və bu yanaşmanın adı qiymətləndirmə mərkəzidir. Yaxşı, gəlin görək bu qiymətləndirmə mərkəzi dediyimiz əslində nə deməkdir? Ən sadə dillə desək fikir budur. Bir namizədi götürüb tək bir imtahana, tək bir müsahibəyə salmaq əvəzinə ona bir neçə fərqli real işə bənzər tapşırıqlar veririk və ən vacib məqam. Bütün bu prosesi bir yox, bir neçə təlim görmüş mütəxəssis izləyir. Niyə? Çünki məqsəd subyektivliyi minimuma endirmək, maksimum obyektiv nəticə əldə etməkdir. Və düşünməyin ki, bu metod ancaq yeni işçiləri tapmaq üçündür. Əsla. Onun tətbiq sahələri çox genişdir. Məsələn, şirkət daxilində kimisə daha yüksək vəzifəyə təyin etmək istəyirsiniz. Və ya şirkətdə böyük dəyişikliklər, yenidən qurma gedir. Bax, bu məqamlarda da doğru insanı doğru yerə qoymaq üçün əvəzsiz bir vasitədir. Yaxşı, bu qədər güclü bir alət necə qurulur? Prosesi başa düşmək üçün gəlin onu 3 əsas, 3 fundamental sütuna bölək. Bu 3 sütun əslində 3 sadə sualdan ibarətdir. 1. Nəyi ölçmək istəyirsiniz? Yəni, ideal namizəddə hansı xüsusiyyətlər olmalıdır? 2. Bunu necə ölçəcəksiniz? Hansı tapşırıqlarla, hansı simulyasiyalarla və nəhayət 3. Bu ölçməni kim aparacaq? İndi gəlin hər birinə ayrı-ayrılıqda baxaq. Deməli, hər şeyin təməlində səriştələr dayanır. Bəs səriştə nədir? Bu sadəcə bilik və ya bacarıq deyil. Səriştə, işdə uğur qazanmaq üçün mütləq lazım olan, gözlə görünən, müşahidə edilə bilən davranışlardır. Məsələn, liderlik kimi ümumi bir söz yerinə biz komandanı çətin vəziyyətdə ruhlandırmaq kimi konkret davranışları axtarırıq. Bütün sistem məhz bu konkret davranışları üzə çıxarmaq üçün qurulur. Yaxşı, bu qədər zəhmət, bu qədər hazırlıq həqiqətən dəyərmi? Şirkətlər niyə bu qədər vaxt və resurs sərf edib qiymətləndirmə mərkəzləri qurur? Gəlin bunun əsas səbəblərinə, yəni üstünlüklərinə baxaq. Bu sahədə aparılan araşdırmalar, elmi tədqiqatlar hamısı eyni şey deyir. Baxın, Manchester Universitetindən M. Smith'in də dediyi kimi, düzgün qurulmuş bir qiymətləndirmə mərkəzi bir insanın gələcəkdəki iş performansını təxmin etmək üçün əlimizdə olan ən ədalətli, ən dəqiq və ən obyektiv alətlərdən biridir. Tək bir müsahibə ilə müqayisədə arada sözün əsl mənasında dağlar qədər fərq var. Faydaları isə çox şaxəlidir. Hər şeydən əvvəl obyektivlik və ədalət. Çünki qərarı bir nəfərin simpatiyası yox, bir neçə mütəxəssisin ortaq rəyi müəyyən edir. Bu, qərəzliyi aradan qaldırır. İkincisi, belə ciddi bir prosesdən keçən namizəd şirkətin işə nə qədər peşəkar yanaşdığını görür. Bu da onların işə olan bağlılığını artırır. Yəni siz təkcə düzgün adamı seçmirsiniz, həm də şirkətinizin dəyərləri haqqında çox güclü bir mesaj vermiş olursunuz. Amma hekayə bununla bitmir. Bu metodologiyanın bəlkə də ən maraqlı tərəfi onun təkcə seçim üçün olmamasıdır. Onun bir də inkişaf tərəfi var ki, bu da ən az seçim qədər, bəlkə də daha vacibdir. Baxın, fərq çox sadədir, amma çox önəmlidir. Fərq məqsəddədir. Qiymətləndirmə mərkəzi sual verir. Bu namizəd bu iş üçün uyğundurmu? Və nəticəsi ya hə, ya da yox qərarı olur. İnkişaf mərkəzi isə fərqli sual verir. O, artıq şirkətdə çalışan bir işçiyə yönəlir və soruşur. Sənin güclü tərəflərin hansılardır və daha da irəli getmək üçün hansı sahələri inkişaf etdirməlisən? Nəticə isə işdən çıxarmaq yox, həmin işçi üçün xüsusi hazırlanmış fərdi inkişaf planı olur. Eyni alətlər, tamamilə fərqli məqsədlər. Beləliklə, bütün bu məlumatlardan sonra əsas olaraq nəyi götürməliyik? Yekun fikir nədir? Əsas məsələ budur. Düzgün dizayn edilmiş bir qiymətləndirmə mərkəzi sadəcə bir seçim prosesi deyil. O sizin obyektivliyə, ədalətə və ən qiymətli varlığınıza, yəni komandanıza, insanlarımıza etdiyiniz bir sərmayədir.
Bu bir xərc deyil, gələcəyə yönəlik bir investisiyadır. Və söhbətimizi yekunlaşdırarkən sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Bir anlıq düşünün. Sizin çalışdığınız təşkilatda işə qəbul və ya vəzifə yüksəlişi qərarları nə dərəcədə obyektivdir, nə dərəcədə ədalətlidir? Bəlkə də daha yaxşı, daha sağlam bir yol var. Bu barədə düşünməyə həqiqətən dəyər.